Hər şey salam dostlar, yepyeni Free Fire videomuzda da qarşınızdayıq. Dostlarım, bu dəfəki videomuzda da yenə abunəmizin hesabına daxil olaraq onun içərisindən aşağılar göstərəcəm. Həqiqətən çox gözəl nickdir. Birinci bəyənmədim kənardan baxanda, amma hesabın içərisinə daxil olanda həqiqətən çox bəyəndim. Hazırsınızsa gəlin başlayaq, amma əvvəla sizlərə bir şey bildirmək istəyirəm ki, baxın, abunəçilərimizin sayı çox azdır. Videoyu izləyən 74% şəxs abunə deyil. Olduqca aşağı bir göstəricidir. Ona görə də bu göstəricini aşağıya salmaq üçün, daha doğrusu azaltmaq üçün, yəni bilirsiniz də o faiz nə qədər az olsa bir o qədər yaxşı olur. O faizə kiçiltmək üçün bacardığınız qədər dəstək olun, abunə olun. Bir də abunə olursunuz, bir də like atırsınız. Yenə dediyim kimi sizdən maddi bir şey tələb olunmur. Hansı ki bunların hamısı təmənnasızdır, əl çatandır, hər biriniz eləyə bilərsiniz. İndidən dəstək olanlara təşəkkürlərimi bildirirəm və videoya keçirəm. Deməli dostlar, görmüş olduğunuz kimi hesabdayıq hal-hazırda. Zaten aha bu nədir? Zaten bilim imkan vermədiyə danışım. Zaten lobbydən bilinir ki, hesab necə hesabdır. Hazırsınızsa gəlin başlayaq. Cefanik gəldik bura. M4A1 desenlərimizdən 11 ədəd M4A1 deseni var. Baxın bu olddur. Dəyərli olmasa da olddur ən azından. Görmüş olduğunuz kimi. Aha. Gəldik AK. Qəşəng, əla. Baxın olddur bu. Bu da olddur. Pis deyil. Hasarı birdir bu arada. Hardasa istifadə etmək olar. Drakon AK var mı? Heyif ki yoxdur uşaqlar. Nəysə, gəldik bura. Pəmbə skarımız var bu arada. Atış hızı 2-dir. Çox qəşəng skardır o. Yəni köhnə oyunçular bilir onun ləzzətini. Həqiqətən çox möhtəşəm skardır. Gəldik Groza'ya dostlar. 4 seviyə Groza evomuz var görmüş olduğunuz kimi. Eyni zamanda da baxın belə. Bunu bilmirəm. Bunu bilən varsa, bunu hardan ala bilən varsa kommentlərə buyura bilər. Gəldik bu Groza. Bu Groza standart zaten çox hesabda görürəm dostlar. Baxın bu da köhnədir. Eyni zamanda yəni orada bəzi deməli desenlər də var. Deyə bilərsiniz ki, niyə göstərmədim? Onlar da köhnədir. Sadəcə vaxt itirmək istəmirəm. Dəyərli olanları, ən dəyərli olanlarını göstərib belə deyək də növbətisinə keçməyə çalışıram uşaqlar. Gəldik formasına, baxın bu dəyərlidir uşaqlar. Kimin hesabında varsa qədrini bilsin. Elə desən deyil. Gücü elə də güclü bir şey olmasa da olddur, dəyərlidir. Sonra gəldik, baxın burada görmüş olduğunuz kimi standart formas desenlərimiz də mövcuddur. Dostum hamısını alıb ki, indi sırf silah kasasına görə baxın XM8 enerjik canavar da var. Bunun M14 variantı da var bu arada. Atış hızı 2-dir görmüş olduğunuz kimi. Ona görə dəyərlidir. Yəni bu da kimin hesabında varsa dəyərini, daha doğrusu qədrini bilsin. Sonra gəldik, baxın, bu da var. Bu hər hesabda yoxdur bu arada. Halal olsun, dostumuzda var. Deməli, An-94 dikənli omurqa. Ümumiyyətlə Azərbaycanda belə hesablar görəndə adam nə bilim heyrətə gəlir, öz ölkəsindən fəxr etmək istəyir həqiqətən də. Bu cür güclü hesablar görəndə. Yəni mən düşünürəm ki, Azərbaycanda elə güclü hesablar olmur, təşviş adamlarda olur da. Amma demək olar ki, 80% adamın əlində, yəni alınmaz da olsa, ən azından köhnə, dolu hesablar olur. Orta səviyyədə olsa yaxşıdır uşaqlar. Ona görə də belə hesablarınız varsa qədrini bilin. Oynamasanız belə hətta, yəni qoyun qıraqda qalsın, nə vaxtsa həvəsə gəlib yenidən qayıtma şansınız ola bilər. Sonra gəldik, baxın buranın 6-cı il dönümünə özəl görünümümüz var, görmüş olduğunuz kimi. İşi qızı, bu da çox hesablar var. Bunu desəm pulsuz edilir, bilmirəm. Yəni səhv edirəmsə kommentariyada düzəliş edə bilərsiniz. Plazma keçənlərki videoda dediyim kimi, yəni toplu heç nəyə güvənmirəm. Gəldik AUG deseninə, alevli kırıq, baxın bu yeni evodur, dostumuz alıb, halal olsun, pis deyil. Baxın eyni zamanda da AUG-un əlavə desenləri də var. Baxın bu da olddur, amma elə də dəyəri yoxdur. Gəldik parafal, atölye. Qəşəng, bax parafalın bu tip atölyeləri biri yaşıl, ağ, bir də bu qırmızı çox möhtəşəmdir. Göy də var səhv eləmirəmsə. Eyni zamanda da baxın belə standart parafal görünümləri də mövcuddur. Gəldik yalı çapqınına dostlar. Yalı çapqını desenlərindən də görmüş olduğunuz kimi 7 ədəd standart yalı çapqını desenlər var. Bu xaric, bu qəşəngdir. Həqiqətən bəyənirəm. Düzdür, çox hesabda görsəm də bəyənirəm. G36 deseni. Elə də güclü bir desenimiz yoxdur. Amma dostumuz elə harasa ən dəyərli olan uşaqlar. Nişancı tüfənglərin M14-ün belə bir görünümü var idi uşaqlar. Doğrudan otomata gəlmişdi. Baxın belə bir eyni zamanda bu da dəyərlidir, qəşəng desendir. Görürəm M14-ün atışı 2 olan bir deseni varmı? Bəli, var. Dostunuz nə əcəb bunu kuşanmayıb? Mən kuşanmıram, özür dilərim, öz hesabıdır. Ona görə mən bu deseni əldə edirəm, amma uşaqlar, baxın bu hesabınızda varsa kuşanmamısınızsa, mütləq bir şəkildə kuşanın, həqiqətən çox möhtəşəm bir şeydir. Atış hızı 2-dir, 50-50 vurur, 4 dənə gülləyə, ən azı 4 gülləyə, yəni rəqib yerdədir. Sonra gəldik SKS, bu zaten standartdır, yəni belə deyək də, nəsə dəyərli bir şey yoxsa da standartdır, çox hesabda görürəm. Digər desenlər də eyni zamanda da onun kimi. CVD deseni baxın, bu dəyərlidir uşaqlar. Köhnədir. Bu boy yapası almadı. Zaten hər videoda deyirəm, bu çox iyrənc boy yapası idi, həqiqətən bəyənmirəm. Yəqin ki, dostumuzun da xoşuna gəlməyib, sadəcə silah kasasına görə məcburi alıb. Yəni bilirsiniz də, hesab yığanda əsas tema biri hesabın paltar kasasıdır, bir də silah kasasının sayıdır. Ağızkakan Asil Kaplan adında bir evimiz var. Əla, pis deyil. Bu da qəşəngdir. Pulsuz verilsə də qəşəngdir. Bu da köhnə sayılır. Baxın, bu köhnədir uşaqlar. La Casa de Papel'in görünümüdür, əla. Bir də Cristiano Ronaldo'nun ağızkakan deseni varsa, baxın bu da dəyərlidir, köhnənindir. Bu da nadir silahlardan biridir dostlar. At 80 görünümü, heyif ki uşaqlar, bu həmişəlik deyil, 5 günlükdür. Nəysə, gəldik maşini tüfənglərə. M249 desenimiz var. Dostumuz çox ehtimal boy yapası almayıb deyə, bunda həmişəlik deyil bu görünüm. Amma yenə də eybi yox, çox qəşəng əməlli başlı M249 görünümləri var. Çünki M249 görünümü çox nadir olur.
az olur daha doğrusu. Yəni nadir deyəndə bir dənə görünüm olaraq nəzərdə tutulur. Gəldik M60. Aha, bir dənə endirim bunu. Siz bu əfsanəyə baxın uşaqlar. Çox möhtəşəmdir. Ümumiyyətlə bu Evodur. Yəni biri də o Algun Evosudur. Həqiqətən çox möhtəşəmdir. Bu atölyenin mənim əvvəlki hesabımda bunun qırmızısı var idi. Çox qəşəng idi həqiqətən də. Onu deyəsən atış hızı 2 idi. Bilmirəm, səhv etmirəmsə kommentariyaya yaza bilərsiniz. Hafif maşinə tüfəyləcəyində bəli. Heç bunu Evoya dəyişmərəm uşaqlar, inanırsınız. Bu güllü UMP-ni inanırsınız. Heç nəyə dəyişmərəm. Ona istəyir karton UMP-si olsun, istəyir Evos olsun. Hər halda Evosu Max olsa problemi yoxdur. Məmnuniyyətlə dəyişərəm. Amma belə yəni 7 səviyyədən aşağıdırsa, yəni bunu istifadə edirəm. Zaten atış hızı 2-dir. Ona görə sərf eləyir. Sonra gəldik, yəni Evomuz da var bu arada. 3 level Evosu var dostumuzun. Karton ayı var. 1 ədədli karton ayı. Bu arada güllü UMP yenə var. Oradan biri standart idi. Bu da desenin özüdür. Səhv etmirəmsə. Sarı UMP də var. Əla pisdir dostum. Olddur. Həqiqətən çox gözəl old desenlərim var. Qəşəng hesabdır. Baxın, eyni zamanda bu tip görünümdən burada da var. Atış hızı yenə burada da 2-dir. Halal olsun. Həm X-M8-də var, həm M14-də var daha doğrusu. Eyni zamanda da UMP-də də var dostlar. Bu arada bura qədər gəlmişsə və hələ də kanala abunə deyilsinizsə, bir dənə düşün aşağı uşaqlar. Kanala abunə olub videolara like atmayı unutmayın. Bir-birindən maraqlı videolar gözlənilir dostlar. İndidən təşəkkürlərimi bildirirəm. Nəysə, davam edək. Gəldik MP5 desənlər uşaqlar. Baxın, görmüş olduğunuz kimi 3 level MP5-imiz var burada. Evo'dan dəyərli bir silah görmürəm burada. Ha, bu köhnədir. Dəyərli də eyni zamanda. Düzdür, gücü elə də yaxşı deyil, amma köhnə olduğuna görə kolleksiya kimi saxlamaq olar həqiqətən də. Yəni bu hesabda da var. Əla, pis deyil. Keçdi VSS desənə. VSS desənlərdə də çox güclü bir şey yoxdur. Aha. O Edge dərəcəlinin şahı MP40 uşaqlar. Görək burada başqa MP40 desənlərdən nə var? Bu 4 səviyyədə həmi? Hə, 4 səviyyədə MP40. Elə 4 səviyyədə qalsın da, yəni sən burada pul xərcləyib onu maksamağa ehtiyac yoxdur. Zaten 4 səviyyədə onda müəyyən gücə sahib olur o. Deməli, hasarı 2-dir, pəmbə MP40, əla, pis deyil dostum. Gəldik P90 uşaqlar. Bu P90 desəni köhnədir, dəyərlidir. Kimin hesabına varsa, yenə bunu da qədrini bilin. Həqiqətən bu bir də gəlməyəcək. Bu bir də gəlməyəcək, mən sizə əminliklə deyirəm. Bəlkə qutuda falan bəxtaxuda çıxar. Baxın, eyni zamanda bu da. Bu da qəşəng bir şeydir, eyni zamanda da dəyərlidir uşaqlar. Sonra gəldik CG15, bu heç Thompson, 6 ədəd Thompson desəmiz var, bu həmişəlikdir. Bu çox gözəl desəndir çaşdım. Amma heyf ki, hər hesabda yoxdur bunun həmişəliyi. Çox vaxtlı olur. Hətta mənim də hesabımda bir ara bunun vaxtlısı var idi. Vektor desəni dostumuz niyəsə heç birini kuşamayıb. Belə baxıram da güclü vektor desəni görmürəm burada. Ona görə dostumuz yəni olmağındansa heç olmamağı yaxşıdır yəni. 100% bunu deyib ki, kuşamayıb. Gəldik Makon desəni uşaqlar. Baxın, bu çox gözəl Makon. Bu standartdır, bu çox hesabda var. Amma bu Makon desəni həqiqətən çox gözəldir. Garena bu Makon desəni yaradanda bacarıb. Əla, halal olsun. Aha, bunu da deyirəm nəsə xüsusi bir gücü falan var, yox imiş. Aha. Baxın, görürsünüz uşaqlar. Bu çox bir ehtimal mənim bəxtimdən asılı olan bir şeydir. Mən hansı hesaba girirəmsə, ona ya 1000 həftəlik, ya həftəlik, ya da aylıq tullayırlar. Qaqaşın hesabına yenə 1000 həftəlik tulladılar. Halal olsun. Nəysə, mən bunu qurcalamam, girib orada elmas falan almıram, qaqaş özür bilər. Nəysə, davam edir uşaqlar. Bu arada bu bizon desəni çox möhtəşəmdir. Əla bizon desənidir. Bu hər hesabda yoxdur. Yəni digər siyahısında desəniz ki, bu bəyəm olsan olacaq. Yəni nadirdir, nəzərinizə çatdırım. Yəni mən özüm müşahidələrim nəticəsində sizə deyirəm, müşahidələrim əsasında sizə deyirəm. M14 desəni 11 ədəd M14 desənimiz var dostlar. Görmüş olduğunuz kimi, baxın belə bir ot desənlərimiz var. Bu 2 ədəd desen otdur. Sonra gəldik belə dəyərli bir şey görmürəm. Elə zaten hətta Evo daha yaxşıdır. Mən Evo sevirəm daha çox. Amma güc cəhətindən başqa bir silah varsa Evo-nu əvəzləyə biləcək. Onu kuşana bilirəm. Splash desənlərindən elə də güclü desen olduğunu düşünmürəm. Zaten Splash üçün fərqli başlı desen gətirmirlər. Elə bunu da o vaxtı pulsuz verib, amma dəyərlidir. Çünki niyə? Olddur. Harasa bir 3 ilin olar. Artıq 1-2 il sonra old olaraq keçərli olacaq. M1880 desənlərindən də baxın bunlar var. Magnetli desəni baxın bu pulsuzdur. Pulsuz verilib. Amma bu da yəni istifadə etməyə dəyər hələ ki yola vermək olar. Amma magnetli qəşəng Evo gətirə bilərlər. Çünki çox istifadə olunan silahdır. Mən özüm də istifadə edirəm. Məsələn, MP5, MP40 əvəzinə istifadə edirəm. Şarj bozan 3 ədəd şarj bozan desənimiz var. Nəysə, bunlarda da elə güclü görünümlər yoxdur. M590 görmüş olduğunuz kimi baxın belə bir desenimiz var. Gəldik keçin nişan tüfəyinə. Baxın bu AVM deseni mənim hesabımda da var. Dedim dolaşdı üzr sayın. Çox qəşəng AVM deseni də həqiqətən çox bəyənirəm. Nə desəz heç nəyə dəyişmərəm də uşaqlar. Kar 98. Baxın bu da qəşəngdir, olddur. M28B desenlərinə baxaq. Görək buradan isə dəyərli bir şey. Aha, baxın bunu arası kuşana bilərsən dostum. Atış hızı 1-dir. Harasa sənə yola verə bilər. M24 desenlərindən də baxın. Bu çox hesabda görürəm. Amma mənə elə məsələn bu dəyərlidir. Bunu hardan alırlar uşaqlar? Bilən varsa kommentlərə yaza bilərsiniz. Burada indi görürəm hesab kürəsəl hesabıdır. 2400-cü yerdədir. İnşallah top 1-ə doğru irəliləyə bilərsən dostum. Uğurların bol olsun. Azərbaycanın adını belələri yəni həqiqətən yuxarıya doğru daşıyır. Ruslar ən azından keçə bilirik. Sonra Desert Eagle desənlərindən baxın bir dənə dəyərli olan bu qızılı Desert Eagle-dır. G18 qızılı G18-dir. Eyni zamanda M873. Nəysə bunlar boşuna göstərir. Vaxtınızı itirməyi istəmirəm. Ona görə sürətli bir şəkildə keçirəm uşaqlar. Baxın, baxın bu uşaqlar. Bu hər hesabda olmur ha. Bu hər hesabda olmur. Düzdür, elə çox da dəyərli bir şey kimi sayılmır.
Bunu da bir dəfə gəlib otomata pulsuz verirsə də bir dəfə gəlib, ondan sonra gəlmir. Varsa bir 4 ilin söhbətidir. 4 il bundan qabaq 2022-2023-cü ilin dönəmlərində bu Mini Uzi deseni bir dəfə gəldi, ondan sonra da heç gəlmədi. Özü çox qısa müddətli gəldi. Yəni məsələn 15 günlük ya 20 günlük bir otomata gəlmişdi. 20 ədəd tava deseni, pala 23 ədəd, 22 ədəd beyzbol sopası, 5 ədəd katana var. Katanalar mənə maraqlı gəlir həmişə. Gəlirlər katanalara baxaq. Özünüz bilirsiniz, mən katana həvəskarıyam. Bu arada gameplay videolar gəlir. Oo, bu nəsə modunu dəyişmir. Bundan ilk dəfədir görürəm. Uşaqlar, bu nədir? Çox maraqlı bir şeydir. Mən bunu bilmirdim. Mən bunu bilmirdim. Çox qəşəng bir şeydir. Bu çox hesabda görürəm, amma dəyərlidir. Bu da köhnədir. Əladır, pis deyil. Bu da qəşəngdir. Hamısı qəşəngdir uşaqlar. Pis katana deseni yox idi burada. Yumruqlara gəlir 2 ədəd hər halda da. Yəni belə hesabda yumruq olmasa nə deyim də. Amma əla. Baxın, bu da qəşəngdir, bu da qəşəngdir. Bu yeni gəlir. Baxın, yenə bir ara video paylaşmışdım ki, yeni gələcək etkinliklər içərisində bu da olacaq və eyni zamanda baxın, bu arada uşaqlar bu yaxınlarda Moko mağazasına gələcək ehtimalı var. Nəzərinizə çatdırıram. İndi almazlarınızı hazır edin. Moko mağazasına ya gəlişə tək gələcək ya da bu tipdə olmasa fərqli bir yumruq deseni gələcəkdir. El bombaları 66 ədəd el bombası var. Prosta dostunuz kuşamayıb, indi hər halda baş qatmaması üçün edib çox böyük ehtimal. Məsələn baxın, bu desenləri falan, bunun bu belə effektləri insanın fikrini yayındırır. Ona görə o yeni gələn mühafız duvar desenini alıb halal olsun dostum, ayalasan. Qəşəng pis deyil. Tirab dövründən qalmadı. Maraqlı, bu boyapas dövründən qalmadı. Çox böyük ehtimal boyapas dövründən qalmadı. Çünki biraz mühasir görsən, Qarina sonradan dəyişiklik eləyib yüngülvari. Bu da qəşəngdir, pis deyil dostum. Hesabım fulldur. Həqiqətən heyf ki, dostunuz bu hesabı satmır, yoxsa satışa çıxarardım. Elə satışa çıxaran kimi göydəcə satılardı. Bilirsiniz də, mənim o 80 səviyyəli tanıtdığım hesab elə bir günün içərisində satıldı. Elə 170 manat demişdim, 170-ə də satıldı. İndi alana xeyirli uğurlu olsun. Təşəkkür edirəm buradan da ona. Bizə dəstək olduğu üçün. Gəldik digərlərinə. Digərlərini göstərirsə vaxtınızı almaq istəyirəm. Ümumi gəlin burada cephanelikdən keçək qaleriyaya, yəni ümumi silahları göstərir. Şöyle 517 ədəd silah kasamız var. 8 ədəd eyromuz var. Heyf ki, max yoxdur. Amma dostum, məsləhət görürəm, heç olmasa bax gör səviyyəsi ən yüksək, yəni ən az alınmaz tələb edən bir eyronu maxiyasan. Heç olmasa biri max olsun ki, hesabı kasırsan, əziyyətin biraz çox olsun. Daha doğrusu əziyyətinin qarşılığı çox olsun. Sərvişin satanda baha qiymətə biraz sata biləsən. Aşağıya doğru enirik. Zaten bunları göstərmişdik. Məsələn, aşağıda da elə güclü silahlar yoxdur. Əsas temalar elə yuxarıdaydı. Gəldik kasaya uşaqlar. Heç kasaya girib baxmamışam. Qaqaş orada şəkil kimi atmışdı bir dənə. Oradan girib baxmışdım, pis yox. Deməli, burada bir ədəd qanunsuz var. Old McLaren desenimiz var. Halal olsun. Desenlər də paltar çaşdım. Sonra gəldik 276 ədəd. Baxın, başlığımız var. Görüm ağ saç falan var. Əla, köhnə başlıqlar hamısını görürəm. Ağ saç heyif ki, yoxdur, təəssüf ki. Amma gərək ki, belə hesabda ağ saç olaydı uşaqlar. Həqiqətən çox qəşəng hesabda hayfım gəldi hesaba. Maskalardan da əla allıq saqqalı falan var. Qara maska. İndi bunları qurcalamaq istəmirəm ki, sonra yerinə qaytarıb qoymaq var. Birdən yerini itirərəm. Belə deyək də, hesab dostumuzundur. Ona görə də dəyişikliyi o eləyə bilər. Mənim ixtiyarım yoxdur. Həmişə deyirəm, indi də deyirəm. Sonra 58 ədəd üz boyamız var. Qara göz var. Qara göz yox deyə dostlar. Belə hesabda qara göz olmaması nə deyim valla. Hesabda ümumiyyətlə hesab qəşəngdir. Yəni sözüm yoxdur. Amma hesabda bəzi əskiliklər var. Hansı ki onlar düzəlsə, biraz məsələn qara gözdür, nə bilmək. Sonra baxacam da indi görüm nəsə əlavə əskiliklər varmı? Məsələn bir dənə ev olsun max deyə bilərsən dostum. Belə olsa, yəni bu əskilikləri doldursan, həqiqətən hesab olar tam full. Belə fulldur. Amma yenə də bunları eləsən hesab tamına 100% full olar. Sonra gəldik 562 ədəd burada kasamız var, görmüş olduğunuz kimi. Bu paltar da var. Nəsə qaytaraq yerinə. Deyən qanunsuz getdi bir dəqiqə. Sonra gəldik, təzədən qayıtdıq bura. Baxın bu şəkildə göstərim sizlərə, yəni toxunmadan. Köhnə paltarlardan görürəm burada. Köhnə elitlərin paltarları var uşaqlar. İndi birazdan sizlərə orada köhnə elitlər göstərəm. 100% var, 100% deyirəm sapsarıdır. Sapsarı olmasa ən az bir 10 dənə sarı eliti var hal-hazırda dostumuzun. Ən azı deyirəm 10 ədəd eliti var. Nəysə, orada çıxıb elə belə paltarlardı. Baxın belə bir mələk şalvar var, halal olsun. Bunu da alıb. Mən bunu almağa çalışmışdım, ala bilməmişdim. Nə qədər almaz xərclənmişdi, getdi. Runaway var. Zar pantolon var. Ən sevdiyim şalvardır bu arada. Çox vaxt bunu quşarım. Zaten görürsünüz, fikir verirsiniz əgər. Daha doğrusu. Amma ən qəşəngcəyi baxın budur. Ən çox xoşladan mələk şalvarına baxın uşaqlar. Par-par-parlar. Amma oyunda əməlli başı diqqət cəzb eləyər bu. Həqiqətən. Nəysə, gəldik bura. Çox maraqlıdır. Burada mavi ayaqqabı var uşaqlar. Mavi ayaqqabı heyif ki yoxdur, amma ağ ayaqqabı, nə bilim Astro ayaqqabı falan. 3 ədəd Vietnam kavalilə, üçü də dəyərlidir. Dostumuz elə onları ulduzlayıb ki, lazım olanda istifadə edə bilsin. Belə aşağıda da elə belə ayaqqabılardır. Yəni bunları göstərib boşuna vaxtınızı öldürməyə. Keçək birbaşa ifadələrə. İfadə bu almaz vurma etkinliyinə alınma bir şeydir, amma qəşəngdir. Bu köhnə ifadədir. Çox qəşəng ifadədir eyni zamanda da. Baxın bu da var. Maşın üstə tullanır falan. Selfie var. Hansı ki sizin rankınızı göstərir. Baxın. Bir dəqiqə. Baxın uşaqlar. Arxaya baxın. Rankınızı göstərir arxada. Yəni bunu lobidə falan çəkirsiniz. Kimdə varsa zaten bilir onu istifadə edənlər. Rankınız artdıqca o rank görsənir orada. Taxt ifadəsi, gül ifadəsi. Baxın bu da var. Köhnə elitin ifadəsidir. Bu da gülmə ifadəsi. Bu ürək ifadəsi olaraq adlandıra bilərik uşaqlar buna. Bu yapasındır.
Təbii ki, zarafat edirəm, boya pasında ürək ifadəsi yəni hər halda da indi bilən bilir necə olur, ona da danışmağa ehtiyac yoxdur. Sonra gəldik, bu da qəşəngdir. Baxın bu ifadəni sevirəm mən şəxsən. Həqiqətən qəşəng hesabdır. Zaten bu da bunu bilən bilir. Etkinlikdən o vaxtda bizə pulsuz verdilər. Sonra gəldik gəliş effektlərinə. Əsas məsələlərdən biri elə gəliş effekti. Bunu indiki dövrdə pulsuz verirlər, amma yenə də dediyim kimi dostumuz ola bilər o vaxtı almazdan alıb. Ona görə də haqqına girməyək, bəlkə belə deyək də otomatdan alırlar, amma həqiqətən otomatdan verirlər. Bir dəqiqə görün, burada il falan yazılıb. Çox böyük ehtimal 2023 ya 2024-də olacaq bu gəliş effekti. Qəşəng gəliş effekti demək, bəli, qəşəng gəliş effekti. Çünki Narutodan yaxşıdır. Amma heyf ki, pulsuz verirlər. Mənim heyfim gəldi. Yəni belə gəliş effektini siz niyə pulsuz verəsiz hay qarına? Millət ona pul verib alır. Təsəvvür edin 3-4 il sonra həmin şeyi pulsuz bir şəkildə verirlər. Ən dəyərlisi zaten budur. Bunu inanmıram. Baxın, bunu həqiqətən pulsuz versələr, mən birbaşa oyunu silərəm. Çünki bu gəliş effektini heç nəyə dəyişmərəm. Pozlardan heç nəyimiz yoxdur. Yəni zaten çox hesabda olmur o. 3 ədəd düşmə effektimiz var. Hansı ki bu məndə var. Bu özü çox sevirəm bu düşmə effektini. Yəni müxtəlif şəkillər falan dəyişdirir. Əlavə pis deyil. Buna da göy taxtası. Belə göy taxtası olur ha. Nə bilim, qəribə gəldi. 19 ədəd antik var, mahnımız var idi. Daha qayıtmaq istəmirəm ora. Gəldik bura. McLaren P1. Baxın, yaşıl McLaren var. Mənim hesabımda da var. Bu da qəşəngdir. Otomatdan alınmadı. Belə aşağıda ya da dəyərli McLaren, daha doğrusu sport car deseni yoxdur. Gəldik motosikletə. Motosiklet desenlərdən də baxın bu var. Bu desen otomatdan alınmadı, bilmirəm. İşbirliyi yazılıb orada. Çox böyük ehtimal edirəm də otomatdan alınma olacaq. Amma qəşəng desenləri var. Cristiano Ronaldo'nun baxın nə Japon quşamamısan dostum, çox qəşəngdir. Nəsə qaytaraq yerinə. Sonra gəldik buna. Bu da dəyərlidir bu arada. Pis deyil. 14 ədəd maşın, burada nə deyirlər buna? UAZ deyirlər səhv eləmirəmsə. 14 ədəd UAZ desenimiz var. 11 ədəd deməli pikap desenimiz var. Uşaqlar profil desenlərinə. Sancaqlardan elə də, yəni sancaqlar çoxdur, amma dəyərli bir şey, yəni görürəm arada. Qəşəng. Əla. Pis deyil. Gəldik 410 ədəd uşaqlar. 410 ədəd profil var. 482-də təqribən 500 ədəd isə profil sancağı var. Halal olsun, qaqaş babat hesabı yığıb. Baxın bu da var, bu belə var. Bu köhnədir. Sonra McLaren'in deseni var, nəsə qaytaraq yerinə. Baxın, burada da belə bir profil şəklimiz var. Daha doğrusu profil sancaqlarımız var. Əla, pis deyil. Digərə görə burada nəyimiz var? Köhnə atölyenin xəritələrini burada dostumuz oyub, yadigar kimi saxlayıb çox böyük ehtimal. Yəni o bir daha geri dönməyəcək. Dostumuz burada sihirli küpləri yığır. 82 ədəd olan kimi çox böyük ehtimal burada bir dənə də əlavə olunacaq. Fişlərdən də ki, fişlərdən baxın 100 almazlıq fişi var. 500 almaz xərcləyəndən sonra 100 almaz endirmə olur. Yəni 400 almaza başa gəldi. Yəni baxın belə bir temadır. Nəysə, indi gəlin uşaqlar. Elit pasları göstərin videonun əvvəlində dediyim kimi. Gəldik elit paslara uşaqlar. Sonuncu boya paslar hamısı sapsarıdır. Sonuncu boya. Ümid edirəm bu dəfəki boya paslar sapsarı. Baxın. Elit paslar da sapsarıdır uşaqlar. Mən sizə demişdim axı. Sapsarı. Zaten o paltarları görəndən sonra mən 100% garantiya verə bilərəm ki, burada olan elit paslardan ən az 10 ədədi garantiyadır. Nəysə uşaqlar, bu dəfəki videomuzda bu qədər. Ümid edirəm bəyəndiyiniz bir videomuzdur. Bu tip videoların davamlı gəlməsi üçün kanala abunə olub videolara like atmayı unutmayın. Dediyim kimi bu hesab satılmır. Sadəcə sizlərə göstərmək məqsədli çəkdim. Hesab incələmə serisinin davamını gətirmək üçün. Çünki gördüm həqiqətən bəyənirsiniz, tələbat var bu serinin davamının gəlməsi üçün. Ona görə dediyim kimi əgər bu videoda ən az 300 like gələrsə, inşallah Allahın izni ilə bu serinin davamını gətirəcəm. Sağ olun, salamat qalın.